Hər vaxtınız xeyir, əziz və dəyərli dinləyicilər. CBC FM-də həkim vaxtında xoş gördük sizləri. Bugünkü verilişimizin qonağı tibb üzrə fəlsəfə doktoru, Azərbaycan Tibb Universiteti 1-ci Cərrahi Xəstəliklər Kafedrasının müəllimi, Modern Hospitalın direktoru, Azərbaycan Bariatrik və Metabolik Cərrahlar Dərnəyinin qurucusu və sədri Tariyel Ömərovdur. Bugün Tariyel doktorla biz səssiz epidemiya, piylənmədən danışacağıq. Xoş gəlmişsiniz doktor. Təşəkkür edirəm. Sizi öz verilişimizdə görməkdən çox şadıq. Təşəkkür edirik ki, vaxt tapıb bizim verilişimizə gəldiniz. Bugünkü mövzumuz gündəmdə olan mövzulardan biridir. Piylənmə. Piylənmə nədən yaranır və nəyə görə yaranır? Buyurun. İlk növbədə fürsətdən istifadə edib çox təşəkkür edirəm ki, bugünkü belə bir ideal proqram olan bir verilişə dəvət eləmisiniz. Və ikinci təşəkkürümü ona görə eləmək istəyərdim ki, günümüzün ən aktual mövzusu olan, nəinki ölkəmizdə, eyni ilə artıq son 30 ildə mütərəqqi şəkildə inkişaf edən bir xəstəliyin mübarizəsinə həsr olunmuş bir mövzu qoymusunuz bu günləri. Piylənmə nədir? Piylənmə əslində kriteriyalarla ölçülən bədən çəki indeksinin 30-dan çox olması formalaşmış bir kriteriya əsasında gündəmdədir. Amma biz bugün köklük və piylənmə arasında mütləq şəkildə fərqləndirici kriteriyalar qoymalıyıq, fərqləndirici xüsusiyyətlər qoymalıyıq. Hər çəkisi artıq olan insan piylənmiş insan demək deyil, piylənmədən əziyyət çəkən insan demək deyil. Çünki köklük piylənmənin ilk başlanğıcı olmasına baxmayaraq, piylənmə artıq piylənmə xəstəliyi adı altında formalaşırsa, bu bir xəstəlikdir adından göründüyü kimi və bu tək xarici görünüşündə pasiyentin piyli görünməsi, toppuş görünməsi, həddindən artıq çəkili görünməsi kimi deyil də, bu bunun xarici təzahürləridir. Eyni zamanda daxili təzahürlərində də özünü şəkərli diabet, erkən ürək-damar sistemi xəstəliklərinin artması, qaraciyərin ciddi şəkildə yağlanması və yağlanmaya bağlı fibroz və yağlanmaya bağlı sirroza qədər aparıb çıxardan, bütün hormonal orqanizmin, bütün hormonal sisteminin vəhdətini pozan bir xəstəlikdir. Və orta hesabla statistik olaraq bugün piylənmə xəstəliyi 10-12 yanaşı gedən özü ilə gətirdiyi xəstəliyi orqanizmə bilavasitə yaradır və bəzən çox təəssüf ki, uzun illərdən sonra biz istənilən hər hansı bir piylənməyə qarşı apardığımız mübarizə tədbirlərində metodlarla pasiyenti piylənmədən canını qurtarırsa da belə, piylənmənin yaratdığı xəstəliklərdən, qalıcı effektlərindən qurtara bilmirik. Ona görə piylənmə bugün statistik olaraq necə yaranır? Piylənmənin əsas yaranma prinsiplərindən biri alimentar faktorlardır. Birinci növbədə qidalanmadır. Əlbəttə ki, burada irsiyyət, dinamiki yaşam tərzinin pasiv yaşam tərzinə çevrilməsi, oturaq iş rejimi, sintetik yarı fabrikat qidaların bugün günümüzdə sürətli şəkildə inteqrasiya eləməsi, təbii orqanik qidalardan uzaq durma, bunlar hər biri piylənmənin yaranmasında xüsusi bir qüsurlu dövranın formalaşmış bir üzvlərindən biridir. Amma ən başında duran məqamlardan biri isə biz böldüyümüz zaman genetik faktorlar, ətraf mühitin sosial-iqtisadi amilləri, hərəkətsizlik. Üzr istəyirəm, bu stres faktoru piylənməyə səbəb ola bilirmi, yoxsa? Əslində biz geri tarixə baxdığımız zaman 20 il bundan öncə tibb aləmində belə bir faktor vardı ki, əsəbi insanlar arıq olur. Stresli insanlar arıq olur. Amma son 20 ildə bu trend dəyişdi. Çünki bugün artıq insanlarda çox təəssüf ki, yanlış bir belə deyək, psixoemosional balans var. Əsəbləşən kimi öz əsəblərin hər hansı bir qida vasitəsinin qəbulu ilə və xüsusilə də şirniyyat, şokolad kimi qida vasitələrinin qəbulu ilə söndürməyə çalışırlar və bu pasientlərdən hər zaman biz soruşduqda onlar söyləyirlər ki, şokolad yeyəndə sinir sistemim sakitləşir, şokolad yeyərkən əsəblərim sakitləşir və bu, bəli, piylənmə yarada bilir. Çünki insan gün ərzində 5 dəfə əsəbləşirsə və hərəsində xüsusi bir dozada kiçik bir porsiya şokolad və yaxud da şirniyyat, yarım fabrikat qənnadı məhsullarından istifadə edirsə, əlbəttə ki, piylənmədən əziyyət çəkəcək. Ümumiyyətlə, bu piylənmənin diaqnostikası necə aparılır, doktor? İlk öncə 91-2005-ci illərə qədər piylənmənin diaqnostikası, hansı ki artıq 91-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının statistik göstəricilərində piylənmə xəstəlik kimi qeydə alındı 91-ci ildə və bundan 2005-ci ilə qədər olan bir göstəricilərdə sadəcə bel çevrə indeksinin qadınlarda 88-dən, kişilərdə 102 sm-dən çox olarsa bel çevrə indeksi piylənmə sayılırdı. Amma
Bəli, 102-dən çoxdur. 120 də ola bilər, 130 da ola bilər, 150 də ola bilər. Bunun hamısı bir kriteriya ilə ölçülürdü. 2000-ci illərdə isə artıq bədən kütlə indeksi dediyimiz bir kriteriya formalaşdı. Daha dəqiq ölçü bölməkdən və eyni zamanda tək dəqiq ölçü bölmək deyil də, piyələnmənin müalicə prinsiplərində rol alan xüsusi kriteriyaların formalaşmasından ibarət olan bir ölçü vahidi gündəmə gəldi. Biz buna bədən çəki indeksi və ya bədən kütle indeksi deyirik. İngilis ədəbiyyatında body mass index deyilən bir kriteriya ilə formalaşır, adla formalaşır. Bu nədir? Biz boyumuzun kvadratından bir rəqəm əldə edirik. Var olan hazırki çəkimizi boyumuzun kvadratından olan rəqəmə bölürük. Məsələn, boyumuz 1.67-dir. 1.67-ni vururuq 1.67-yə bir rəqəm əldə edirik. Çəkimiz nə qədərdir? Tutaq ki, 75 kilo. 75 kilonu alınan rəqəmə bölürük. Əgər bu göstərici 20-25 arasındadırsa biz normal göstəricilərdəyik. 20-30 arasındadırsa artıq bu köklükdür. 30-un üstü 30-35 birinci dərəcəli piyələnmədir, 35-40 ikinci dərəcəli piyələnmədir. 40-ın üstündə isə biz aşırı piyələnmə, beynəlxalq adı ilə desək morbid obezity dediyimiz morbid piyələnmə, həddindən artıq piyələnmə, ağır dərəcəli piyələnmə kimi strategiyalara bölünür. Amma son 3 ilin kriteriyalarında Dünya Bariatrik Cərrahlar və Metabolik Xəstəliklər Assosiasiyası və Dünya Piyələnmə Mübarizə Assosiasiyası və eyni zamanda Dünya Cərrahiyyə Cəmiyyətinin bir birləşdirilmiş bir konsensus yayımlandı ki, bu konsensus artıq bu rəqəmlərin 18 enməsinin, birinci dərəcəli piyələnmənin isə 24-27 enməsinin ki, hansı ki biz ona bugün köklük dərəcəsi deyirdik, artıq 27-30-a qədər olan isə birinci dərəcəli piyələnmənin varlığını isbat olunmasına gətirib çıxartdı və bu kriteriyaları 3 aşağı saldılar. Düzdür, xüsusən Asiya populyasiyasında, yəni Asiya populyasiyasında bunun əsasən xitab olunmasının əsas fundamental konsepsiyası ondan ibarət idi ki, bizim mental xüsusiyyətlərimiz və yemək vərdişlərimiz daha zəngin süfrəyə malikdir və ona görə də bu göstəricilər dəyişdi. Amma buna baxmayaraq, əsas göstəricilərimiz bugün əgər biz baxsaq ki, piyələnmənin müalicəsində hansı kriteriyalar rol oynayır, əsas göstəricilərimiz birinci dərəcə deyil də ikinci dərəcənin üstündə olan piyələnmə göstəricilərdir. Elə verilişimizə başlayanda qeyd etdik ki, siz modern hospitalın rəhbərisiniz, direktorusunuz. Təbii ki, orada xəstələr müraciət edirlər və təbii ki, onların da arasında piyələnmə ilə bağlı müraciət edənlər ola bilər. Əgər belə hal olursa və piyələnmə ilə müraciət edən pasiyent diaqnostikası bitdikdən sonra müalicəsi necə aparılır? Buyurun. Çox aktual bir sualdır. Günümüzdə piyələnmənin müalicəsi üçün müxtəlif keçmişdən gələcəyə baxdığımız zaman çox müxtəlif, rəngarəng, çeşidli metodlar gündəmə gəlməkdədir. Təəssüf hissi ilə qeyd edərdim ki, bu müxtəlif çeşidli müalicə metodlarının arasında bugün günümüzdə ən aktiv və ən aktual, qalıcı effekt verən 2 metodumuz var. Bunlardan birincisi idman diyetadır ki, heç kökəlməmək. Unutmayaq ki, hər hansı bir xəstəliyin profilaktikası onun müalicəsindən daha asan və daha effektivdir. İkincisi isə qalıcı və uzun müddətli effekt verən cərrahi müalicə metodlarıdır ki, biz buna bugün bariatrik metabolik cərrahi əməliyyatlar deyirik. Bu 2 metodun başlanğıc və son metodlar arasında olan xüsusi bir neçə metod var ki, bunlar günümüzdə tarixə qovuşub, baxmayaraq ki, hələ də tətbiq olunur bir çox dünya dövlətlərində, eyni zamanda bizim ölkəmizdə də ki, bunlar müxtəlif dərman preparatları, müxtəlif qida əlavələri vasitəsilə, yəni iştah kəsici qida əlavələri adı altında qeyd olunan, xüsusilə sosial media reklamlarında geniş yer alan və çox böyük vüsətlə paylaşılan, amma bir ildən sonra ciddi uğursuzluqla yenidən geri dönərək bayaq sadladığım metodlara başvuran pasiyentlərdir. Əlbəttə ki, ilk başda mütləq şəkildə idman və diyetadır. Hətta biz bugün cərrahi əməliyyat üçün müraciət edən pasiyentlərə belə baxdığımız zaman birinci dərəcəli piyələnmə kriteriyaları varsa, mütləq şəkildə onlara sizə cərrahi əməliyyat olmaz. Niyə olmaz? Çünki onlar çox sadə şəkildə, effektiv şəkildə idman və diyetdən effekt ala bilirlər. Cərrahi əməliyyat son çarədir. Cərrahi əməliyyata qədər qeyri-cərrahi metodların uğursuz olduğu halda gündəmə gələn son çarələrdən biridir ki, bugün dünyada artıq rəsmi olaraq 1954-cü ildən aparılmasına icazə verilən, 1967-ci ildən Amerikan Cərrahlar Dərnəyi tərəfindən qəbul edilən, 1991-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən piyələnmənin yeganə qalıcı və uzun müddətli effektiv müalicəsi kimi kriteriyalar protokola salınan metoddur.
bariatrik metabolik cərrahiyyə. Doktor, bir qədər öncə sadaladınız orada rəqəmlər. Piylənmə, birinci dərəcəli piylənmə, ikinci, üçüncü və daha ondan da üstün olan piylənmə. Əməliyyat, cərrahi müdaxilə qaçınılmaz olurmu? Əgər bu ən sonuncu həddə olanda piylənmə, yoxsa necədir? Hansı həddə siz artıq qərar verirsiniz ki, cərrahi əməliyyat olunmalıdır xəstə? Burada yenə beynəlxalq kriteriyalara önəm veririk. 1. Bədən kütle indeksi 30-35-in arasındadırsa, bir mənalı şəkildə sizə bariatrik metabolik cərrahi əməliyyat olmaz. Niyə olmaz? Az öncə də söylədim, çünki idman diyeti ilə çox ideal şəkildə normal çəkilərinə düşmə effekti var. Sadə izah eləyəm, məsələn, bir xanımın boyu 1.65, çəkisi 85-dirsə, o istəyir deyə bu əməliyyat olunmamalıdır. Mən arıqlamaq istəyirəm deyə bu əməliyyat olunmamalıdır. Bu əməliyyatlar sadəcə xarici görünüşə xitab edən əməliyyatlar deyil. Bu əməliyyatlar sağlamlaşdırıcı əməliyyatlardır. Bu əməliyyatlar insan ömrünün 6-15 il uzada bilən əməliyyatlardır. Bu əməliyyatlar orqanizmdə piylənmənin yaratdığı problemlərdən bir dəfəlik pasiyentin can qurtarmasına gətirib çıxardan əməliyyatlardır ki, bu sadəcə xarici görünüşə və estetik əməliyyatlarla qarışdırılmamalıdır. Birinci məsələ budur. İkinci kriteriyamız 35-in üzərində olan pasiyentlərdir ki, mütləq şəkildə biz onlardan soruşuruq. İndiyə qədər idman diyeti effekt verməyibdi. Çox təəssüf ki, bu əslində ritorik sualdır, çünki effekt versəydi o pasiyent o səkiyə gəlib çatmazdı çox güman ki, amma bəzən həqiqətən də idman diyeti eləmədən sadəcə piylənmənin ağuşuna düşüb girdabında məğlub olan pasiyentlər var. Bəli, bu zaman artıq cərrahi əməliyyat göstərişdir. Və bu kriteriyalarda əsas fundamental konsepsiya hansı pasiyentdə hansı növ əməliyyatın tətbiq olunmasıdır. Bu özü geniş və həddindən çox multifaktorial bir prosesdir. Bunun üzərində çox qalmaq istəmirəm. Əsas önəmli məqamlardan biri isə əməliyyat qrupu seçilmiş pasiyentlərdə, hansı ki artıq onlar idmandan da effekt ala bilməyiblər, diyetadan da effekt ala bilməyiblər, müxtəlif arıqladıcı preparatlardan istifadə edib effekt ala bilməyiblər, istənilən hər hansı bir dərman preparatlarından belə effekt ala bilməyən pasiyentlər mütləq şəkildə cərrahi əməliyyat göstərişləri sırasında yer alan kriteriyalardan ikincisidir. Üçüncü kriteriyamız, az öncə də söylədim, verilişimizin başlanğıcında piylənmə özü ilə bir çox xəstəlikləri gətirə bilər. Yəni beynəlxalq kriteriyalardan biri də bu pasiyentlərdə piylənmənin yaratdığı hər hansı xəstəliklərdən birinin və ya ikisinin varlığının olmasıdır. Əgər bu üç kriteriyadan, bədən kütle indeksinin 35, piylənmənin yaratdığı xəstəliklərdən hər hansı birinin olması, qeyri-cərrahi tədbirlərdən effekt ala bilməmə, bu üçündən ikisi varsa, o pasiyent əməliyyata göstərişdir. Bariatrik əməliyyatlar, bunlar necə olur? Bunlar haqqında, bunun mahiyyəti, mühtəviyyatı haqqında bir qədər də mümkünsə. Yəni dinləyicilərimizə o maraqlı olacaq. Yəni məsələn bəzi əməliyyat növləri var. Məsələn deyirlər tüp mədə ilə və yaxud mədə kiçiltmə və yaxud müxtəlif. Amma bunu sizdən eşitmək istəyirik. Hansı və bunların içində ən effektli olanı hansıdır? Buyurun. Əslində gözəl sualdır. Sualımız o qədər geniş bir cavab tələb edir ki, biz bunu necə qısalıb lakonikləşdirəyə düşünürük. Bəli, bugün bariatrik metabolik cərrahiyyə ümumi şəkildə 3 qrupda bölünür. Əməliyyatlar 3 qrupa bölünür. Bunlardan birincisi, az öncə söylədiyiniz türklərin tip midə, bizim mədə kismə dediyimiz, əslində beynəlxalq adı sleeve gastrektomiya və bizim ölkəmizdə elmi adı, dərslikdə olan adı mədənin boylama rezeksiyası olan bir əməliyyat növüdür ki, mədə rezeksiyası. Bəli, mədənin boylama rezeksiyası. Mədə uzununa formada, yəni uzununa rezeksiya olunur. Mədənin hər bir hissəsindən bir hissə qalır, kiçik bir hissə qalır. Yəni hər hansı bir hissə heç vaxt kəsilib atılmır. Bu gün dünyada anatomiya və fiziologiyanı qoruyan yeganə bariatrik metabolik cərrahi əməliyyatdır ki, bu əməliyyat aparmaqla pasiyentin normal anatomiya və fiziologiyasına heç bir xələl gəlmir. Heç bir xələl gəlmir. Bu əməliyyatlar restriktiv əməliyyatlar qrupunda birləşdirilir. Yəni qida alımının əngəllənməsinə, azaldılmasına, restriksiyasına, sıxılmasına, qısalmasına səbəb olan bir əməliyyatlardır ki, pasiyent əməliyyatdan sonraki 4-5 həftə sonra artıq 2-3 pasiyentin iştahı azalır. Əlbəttə azalır, çünki əməliyyatın fundamental konsepsiyası mədənin böyük əyriliyindən, o buta şəklində olan böyük əyriliyindən ifraz olunan qrelin hormonu, hansı ki bizi acdan, daimi azlıq hissi verən, daimi yemək tələbi verən bir hormonun çıxardılmasından ibarətdir. Məsələn, sadə izah edeyim, daha
belə deyək, kobud da səslənsə daha sadə başa düşən, anlaşılan dildə deyək. Məsələn, pasientlərimiz əməliyyatdan sonrakı 4-5 həftə sonra 2-3 yarpaq dolması yeyib doyurlar. Bir var yeyə bilmirlər, bir də var ki, xeyr, yeyirlər və doyurlar. Mən sual versəm ki, siz 2-3 yarpaq dolması ilə doya bilərsinizmi? Əlbəttə gülərək deyəcəksiniz, xeyr. Bəli. Belə deyək, o bədii dildə desə, heç dişimizin dibində belə qalmaz. Bəli. İkinci qrup əməliyyatlarımız malabsorpsiya yaradan əməliyyatlardır ki, bunlar həm restriksiya yaradırlar, həm də aldığımız qidaların nazik bağırsaq vasitəsilə soğurulmasını azaldırlar. Bu tip əməliyyatlar bypass əməliyyatları, Roentgen bypass, minigastrik bypass dediyimiz əməliyyatlardır ki, dünyada 67-ci ildən tətbiq olunur və bu əməliyyatlar daha çox pasientlərdə piyələnmə ilə yanaşı olaraq ikinci tip şəkərli diabetin varlığı varsa və xüsusilə pasient hətta insulin rezervləri tükənməyib, amma insulin istifadə edən pasientlərdə pasientin 8 ilə qədər insulin alma riskini sıfıra endirir. Şəkərli diabeti sağaldır. Remisiya 8-10 ildir. Təsəvvür edirsiniz necə böyük bir uğur yaradan əməliyyatlardır. Amma anatomi və fiziologiyanı pozuruq. Üçüncü qrup əməliyyatlar isə bunu adətən həddindən artıq aşırı piyələnməsi olan xəstələrdə 200 kq, 190 kq, 250 kq civarında olan pasientlərdə dünyada tətbiq olunan simbioz əməliyyatlardır. Həm restriksiya veririk, həm soğurulmanı azaldırıq, həm qida alımını azaldırıq, həm malabsorpsiya veririk və bir də revizional cərrahiyyədə məsələn bir pasiyent əməliyyat elədik, onun sonra kökəldi gəldi ki, bu gün təkrar kökəlmə riskimiz 17%-ə qədərdir. Ondan hansı əməliyyat eləyəcəyik? O zaman bu əməliyyatlardan birini seçim olaraq o pasientlərə təqdim eləyə bilirik. Amma bu gün dünyada nəzərə alsaq ki, statistik olaraq ildə bu dünya dövlətlərindən 62-sinin statistik göstəricilərindən biridir. Bu 62 dövlətin statistik göstəricisinə orta hesabla 950-957 min hər il bariatrik cərrahi əməliyyat aparılır. 62 dövlətdə statistik olaraq. Bu 957 min əməliyyatın orta hesabla 480-493 min arası təkcə mədə kismə dediyimiz mədənin boyunma rezeksiyasıdır. Yerdə qalan 400 min isə 400 min isə bu artıq digər 7-8 əməliyyatın arasında paylanılır. Yəni təsəvvür edin ki, orta hesabla əməliyyat statistikasında 43% sadəcə mədənin boylama rezeksiyası dediyimiz mədə kismə əməliyyatıdır. Nədən? Çünki bu gün anatomiya və fiziologiyanı qoruyan, pasientin maddələr mübadiləsində, metabolizmdə çox ciddi şəkildə dəyişikliklər, hormonal effekt yaradan tək əməliyyatlardan biridir. Və ən əsası da onun bu gün uğurla tətbiq olunmasının əsas səbəblərindən biri odur ki, əməliyyatın müddəti qısadır, effektivdir, anatomiya fiziologiyanı pozmuruq, hormonal effekt veririk pasiyentə, qırılan reseptorlar hesabına və təkrar əməliyyat üçün şansımız var. Doktor, bu əməliyyat nə qədər davam edir? Ümumiyyətlə bir qədər əməliyyatın özü haqqında nə qədər və bu əməliyyatdan sonra xəstə nə qədər qalır xəstəxanada və ondan sonra hansı müddət ərzində bu xəstə kontrol altında tutulur, yəni müşahidə altında? Bax, bunlarla bağlı zəhmət olmasa bizə. Bunlar çox diskussiyalı suallardan biridir. Çünki bu asıldı pasiyentin yaşından, bu asıldı pasiyentin piyələnmə stajından, bu asıldı pasiyentin çəkisindən, bu asıldı pasiyentin bu piyələnmə stajı müddətində yanaşı gedən xəstəliklərin varlığından, bu xəstəliklərin orqanizmdə yaratdığı təhlükəli proseslərdən, anesteziya riski, ürək-damar sistemi problemləri, ağciyər problemləri. Məsələn, sadə bir, bunu sonda deyəcəyim bir cümlədə, bəlkə də əvvəldə deyim. Məsələn, bir pasiyentimiz vardı. Pasiyent 274 kiloqramdan Balakəndən müraciət eləmişdi bizə. Xanım pasiyenti idi, 57 yaşında. Və pasiyentin o qədər ciddi anesteziya riskləri var ki, birmənalı şəkildə ilk 5 dəqiqədən sonra pasiyent dedi ki, biz əməliyyat edə bilmərik. Olmaz. Çox ciddi cəhddən sonra, çox təkiddən sonra yaxınlar tərəfindən biz naümid şəkildə pasiyentə hazırlıq protokolları yazdıq. Heç düşünmürdük ki, gəzə bilməyən, diz oynaqlarında ciddi şəkildə degenerativ osteoartritdən əziyyət çəkən, şəkərli diabet, ürək-damar sistemi xəstəlikləri, təzyiq xəstəliyi və bir yanaşı xəstəliklər çox olur. olan bir xəstəlik. Amma pasiyent 7 ay əməliyyata hazırladıq biz. 7 ay. 7 aydan sonra 246-43 kiloqrama düşdü və biz onu əməliyyat elədik. Bir il ərzində əməliyyat mədə boylama, mədən boylama rezeksiyası və bir il ərzində adam 153 kilo arıqladı. 153 kilo. Bir ilə. 153 kilo. Amma elə pasiyentlərimiz var ki, onlar gəlir bir həftə hazırlıq prosesinə gedib növbəti həftəyə əməliyyat eləyə bilirik. Bunu qısa deyək, əməliyyat orta hesabla 30 dəqiqədən 1 saata qədər çəkir, laparoskopik yolla aparılır. Çünki piyələnmədən əziyyət çəkən böyük
qarın nahiyəsində piy olan, böyük abdominal piylənməsi olan bir pasientlərdə açıq əməliyyatını eləməyə özü bir təhlükədir. Mütləq şəkildə bir bariatrik cərrahın ciddi bir komandaya ehtiyacı var ki, burada anestezioloq, kardioloq, pulmonoloq dediyimiz ağciyər həkimi, diyetoloq, Digər endokrinoloq. ixtisas həkimi. Bəli, mütləq bunlar rol almalıdır bu qrupda. Bəli. Və bundan sonraki dövrdə hazırlıq müddəti gedir. Hazırlıq müddətindən sonraki dövrdə pasiyent əməliyyata alınır. Əməliyyat 30 dəqiqədən 1 saata qədər çəkə bilər. Dərhal 6-8 saat sonra mütləq şəkildə pasiyent aktivləşdirilməli və ayağa qaldırılmalıdır. Periferik Ayıltma tromboemboliyanın prosesi gedir. nəinki ayıltma, artıq tam aktivləşdirilmə palatda, klinika dəhlizlərində gəzdirilmə. Bəli, bəli. Çünki onların piyləmədən əziyyət çəkən pasientlərin piy emboliyası və ya tromboemboliya olma riski daha çoxdur. Xüsusən hərəkətsiz qaldıqları zaman. Artıq 24-48 saat ərzində qidalanma rejimləri başlayır. 48-76 saat ərzində, 72 saat ərzində o pasientləri yola sala bilirik biz evlərinə. Əməliyyatdan sonra 5 həftəlik qidalanma proqramı var. Bunun üzərində qısa bir dayanmaq istəyirəm. Nədən? Buyurun, Çünki buyurun. Bəli, bu vacibdir. əməliyyatların fundamental konsepsiyası pasiyentin periferik, yəni mədə-bağırsaq sistemindən ifraz olunan gastrointestinal hormonal sistemin sıfırlayıb pasiyentə bir ağ vərəq verməkdir. Ağ vərəq verir. Təsəvvür, var olan bütün hormonal sistemini sildik. Pasiyent narkozdan ayrılır, qrelin hormonu yoxdur. Pasiyent bilmir nə istəyir, necə istəyəcək. Bu bioloji ritmi biz yazırıq. Təsəvvür edin ki, 40 yaşında, 30 yaşında olan bir pasiyenti qaytarırıq 6 aylıq uşağın mədə-bağırsaq sisteminin hormonal vəziyyətinə. O 5 həftəlik qidalanma proqramı ilə mayedən tikişə gəlib çatan bir 5 həftəlik qidadır. Yəni 6 aylıq uşağın mədəsini 5 həftəyə gətirib 3 yaşında, 4 yaşında uşağın mədəsinə çatdırırıq qidalanma rejiminə, çobud dildə desək. Və artıq pasiyent maye qidalar, sonra kaşalar, ondan sonra artıq sıyıqlar, pürelər, küftə, dolma, kabab, kotlet gəldi çatdıq ən sərt qidalara 5-ci həftənin tamamına. Bu gün siz mən nə yeyiriksə pasiyent 5 həftənin sonunda onu yeyəcək. Bir şeydən başqa sintetik karbohidratlar. Nədir sintetik karbohidratlar? Sintetik karbohidratlar bu gün tərkibində un və şirniyyat olan, yəni qlukoza məhdudları, fruktoza məhdudları bütün qidalardan çalışırıq ki, pasiyenti rutin gündəlik istifadədə uzaq tutaq. Niyə uzaq tutaq? Bunun üzərində qısa dayanmaq istəyirəm, fürsətdən istifadə edib. Çünki bunu hər zaman pasiyentlərimə sosial media səhifələrindən xitab eləyərək, fürsətdən istifadə edərək deyirəm. Baxın, pasiyent az öncə söylədim. 5-ci həftənin tamamıdır. Ən yağlı bir yemək sayaq məsəl üçün, tutaq ki, dolma. 3 yarpaq dolması yeyib doyur. Amma pasiyent eyni anda 3 qaşıq tortla çay içsə də doyacaq. Tərəzinin gözünə qoysaq, yarpaq dolmasının verdiyi vitamini, mineralı, zülalı həmin o 3 qaşıq tort vermədi. Nə baş verəcək? Avitaminoz, malabsorpsiya, hipoalbuminemiya. Ona görə biz mütləq pasiyentlərə deyirik ki, azlığın zamanı ilk seçiminiz normal qidalarımız olsun. Hətta ən yağlı qidalarımız da ola bilər. Yeyin, doymasaz şirniyyat yeyərsiniz. Çünki biz həmin ilk 3-2-dən sonra pasiyentlər doyurlar. Və bununla da bir pasiyentlərə yeni bir ritm yazırıq, yeni bir bioloji ritmi uyğunlaşdırırıq və normal şəkildə davam edirlər. Arıqlama müddəti 1 il çəkir. Bu 1 il ərzində rutin 2 aydan 3 aydan bir təkrar rutin kontrol müayinələrə dəvət edirik. Qan təhlillərində sadəcə bəzi vitaminlərin yoxlanılan xüsusi yer ayırırıq. Çünki bu yoxlanmalar zamanı azalan vitaminlərimiz ola bilər ki, onların mütləq şəkildə kənardan qida əlavələri və ya vitamin terapiya kimi yerinə qoyulması lazımdır. Bir qədər öncə bu yanaşı xəstəliklərə toxundunuz. Ümumiyyətlə əsas və hansı ki qaçınılmaz olan piylənmənin nəticəsində baş verən yanaşı xəstəliklər hansılardır? Əsas olanlar. Bəli. 11-12 xəstəliyimiz var bunların başında. Bəli. Birinci növbədə piylənmə hormonal bir proses yaradır. Hormonal bir problem yaradır. Patoloji hormonların daha çox aktivləşməsinə səbəb olur və ilk başda ikinci tip şəkərli diabet formalaşdırır pasiyentdə. Onun ardınca yanaşı olaraq qaraciyərin yağlanmasına gətirib çıxardır ki, biz bugün yağlı qaraciyər sindromu deyirik və fürsətdən istifadə edib söyləmək istəyirəm ki, bugün hepatit viruslarından, alkoqol mənşəli qaraciyər zədələnmələrindən daha çox birinci yerdə piylənmənin yaratdığı qaraciyər fibrozu və qaraciyər sirrozu yer almaqdadır. Üçüncü problemimiz yağlanmaya, piylənməyə bağlı olan hipertriqliseridemiya, hiperlipidemiyaya bağlı olan ürək damar sistemi xəstəlikləridir. Təsəvvür edin, artıq orqanizmin hormonal sistemi pozulub, ən böyük orqanlardan ürəyin işi pozuldu, ürək damar sisteminin, qaraciyərin işi pozuldu, çəkiyə bağlı olaraq hərəkətsizlik pozulduğundan dolayı nəfəs alma problemləri əmələ gəlir. Bədənin qan dövranında problem var, oksigen təchizatında problem var, hormonal sistemində problem var, böyrəklərin funksiyası pozulur. Bu xroniki qüsurlu dövran kimi pasiyentləri yavaş-yavaş ömrünü qısaldır, asta-asta ömrünü qısaldır. Bu sual ümumiyyətlə çox insanı düşündürür. Piylənmə xərçəngə səbəb olurmu?
Sualınıza Gətirib çıxardırmı o? Bəli. ha- Bu yəni sualınıza, vəziyyətə? bu sualınıza konkret bir cümlə ilə bəli olaraq cavab verəcəm. Açıqlamasında onu qeyd eləmək istəyərdim ki, göbək tərəfi pi toxuması, abdominal pi toxuması bir müddətdən sonra pi toxuması statusunu itirərək adipoz toxumaya çevrilir. Elmi olaraq izah eləyim ki, bu adipoz toxumu özündən adiponogenlər adı altında yarım sintetik hormonlar ifraz eləyir. Bu hormonlardan birincisi estrogen, ikincisi rezistin, üçüncüsü leptin, yəni hansı ki bizim patoloji toxluq, aclıq reseptorlarına cavabdehdir, hansı ki hormonal statusumuza cavabdehdir, hansı ki insulin rezistentliyi yaradır və dördüncüsü isə TNF alfa 5 dediyimiz tumor nekroz edici faktor alfa 5-dir. Və bu gün statistik olaraq elmi statistik bir məlumat paylaşmaq istəyirəm. Piyələnmədən əziyyət çəkən insanlar normal çəkili insanlarla müqayisədə onkoloji xəstəliklərə tutulma riski 2,4, 2,6 dəfə daha çoxdur. Doktor, inanın çox maraqlı həmsöhbətsiniz. Yəni həqiqətən də insan istəyir sizi elə dinləsin, sadəcə olaraq vaxt məhdudiyyəti verilişin. Sonda bizim dinləyicilərimizə, ümumiyyətlə piyələnmədən əziyyət çəkənlərə və hətta əziyyət çəkməyən insanlarımıza da nə tövsiyələriniz olardı? Yəni ikiyə ayırdıq sualı. Bir, piyələnməsi olmayan, bir də olanlara tövsiyələrinizi buyurun. Əslində hər ikisinə sadə bir tövsiyəm olacaq. Bəli. Aktiv həyat tərzindən uzaq durmamaq, gündəlik bioloji ritmə uyğun qidalanma ritminə davam eləmək və bu qidalanma ritmində sintetik karbohidratlara, un məhsullarına, şirniyyata, yarım fabrikantlara, qənnadi məhsullarına, yarım sintetik qidalarda yer ayırmamaqdır. Əgər belə olarsa, təbii qidalardan hazırlanmış ət məhsullarından hazırlanmış qidalar, tərəvəz məhsullarından hazırlanmış qidalar, bunlar və xüsusən hərəkət balansı da varsa, heç vaxt pasiyenti kökəlməyə və piyələnməyə məruz qoymaz. Və əgər elə bir hal baş verərsə, bizim əziz və dəyərli doktorumuz, Taryel doktor Respublikamızdadır. Modern hospitalda fəaliyyət göstərir və müraciət edə bilərlər, onun dəyərli məsləhətlərini ala bilərlər. Biz sizə təşəkkür edirik. Çox sağ olun. Vaxt tapdınız, gəldiniz və ümid edirəm ki, bizim sizinlə görüşümüz burada yekunlaşmır. Biz gələcəkdə də maraqlı mövzular ətrafında sizinlə həmsöhbət olmaq üçün studiyamıza sizi dəvət edəcəyik. Mövzunun aktuallığına və bu qədər mütərəqqi suallar qoyduğunuza görə xüsusilə təşəkkür edirəm. Mövzu o qədər aktualdır ki, və günümüzün də tələblərinə cavab verir deyənə bu mövzular. Mütləq şəkildə biz də çalışırıq ki, maariflənmə tədbirlərində hər birində yer alaq. Təşəkkürümü bildirirəm. Buyurun, sağ olun. Əziz və dəyərli dinləyicilər, bununla da verilişimizin sonuna gəlib çatdıq. Bugün səssiz epidemiya, piyələnmədən danışdıq. Qonağımız isə tibb üzrə fəlsəfə doktoru, Azərbaycan Tibb Universiteti 1-ci Cərrahi Xəstəliklər kafedrasının müəllimi, Modern Hospitalın direktoru, Azərbaycan Bariatrik və Metabolik Cərrahlar Dərnəyinin qurucusu və sədri Taryel Ömərov idi. Mən isə sizlə sağollaşıram. Sağ olun, gələn görüşlərə dək.